Abisi ne var ne yok? Səhərlər olsun. Ay kesmiş olsun. Deyirlər sən patrol deyirsən qavağını kəsib ağzını iyiləyib piyan olduğunu bilibdilər. Maşının da Akasya nömrəsi yox imiş, eləmi? Bir danış görək nə cür oldu? Olmaz. Allah. Mən, eləmir. 2 dənə idilər ha, eləmir. Səndən oradan Rafiqin orada paprol olanında geri çığıra almış, kaçır. Geldim o kimse, o çökette ne? Şey var, köprü suyu. Hə. Orada da biri dururdu. O Ne gelmedi. Daha ile 2 metre çön kimi kaçırır, kaçır ha. Stok kalır. Ne dedi köprü patronlar? Tapay pasport. Sıvayet özümün. Çıkarttım özümün pasportunu şehirde çık. İşler de biri de Kuzov numarasıymış iyidir. Ne var? Ne kadar akşamşam Allah. Hoşum sən çoğulluyublar deyəsən. Hayır sorular sus derim. Der nomer gitti derim sus. Tak talimini. Ay kakao tak tal sus dedi. Diye anlatışı. 2 defa böyle tutmuş ama kara şeydi. Dire ağzını başa tutamıyorum. Bu akıl sorular dire ittire. Öyle sürdüm kırmızı yağında bilmiyorum sorular dire ama temiz. Düzenletmişti. Şey açtı sarı göçtü. Yeşil sinet turlar. Rəhimli adamıymış. Ve çare orada nasosu açtım mı? Hasarları göçtüm. Bezini koltuğumun altına. Dedi üstüne tutayım. Sərməz adı yazmadım hamısı. Ne çare görmüşsün çeki. Ne kadar yazır? Hiç kiminler baksın. Yok. Eyvallah gelsin götür. Evet o motosikletin kıymeti Ay bu 200 nereden lira. inanmışsız adamdı bu. Ay oku. Ay zarafatla Ay, deyirəm. otur, Ay görmüşəm, ay Ay, görmüşəm. yalan Gör nə deyir, deyirəm. oxu da. Ay gör necə qəddar erməniymiş deyəsən. Ay bu Necə? bilmirmiş ki Sağır bax zaman o. kasıb oğlansan. Ay ona telefon. Maşını Köhne kaynağı yanında. motosikletin də dəyəri uzağı 150-200 larıdır. Hara yazırsan şofoğlu bu 2000 Kendi ları. soruları pazar edene köhne tekin yanında. Birini tutup dövüfler. İçinde şey tutuplar. Nə? Neşe tutup. Nə danışır ha? Valla bunu möhkem dövüfler. Motosiklet orada kalır maşına basıp aparırlar. Ondan sonra başlayırlar motosikletleri gezmeye. Amsir, qulaq as. Heç narahat olma. Hayır yok. O, bir ildən sonra gələnli təzəl qavağı amnistiya eləyib o pulu siləcəkdilər. Vecini alma. Hayır yok. Qulaq as. Yəni sən bir dəqiqəni. Sən nə qarısan? Öyle keçirsən arvadın adına, stov adına heç nə olmasın. Səndən heç nə də ala bilməzlər qanunla. Başa düşürsənmi? Birincisi o qədər yazmamalıydılar. Rast 2000 lira yazırsa indi cəzalarını çəksinlər. Hökumət də onu Akşam gədə deyir, bağışlayacaq. sildirək. İndi qulaq as. Napsak Suluşa gediylə o selseveti zadı gör, bəlkə biraz onu sildirirlər, qoy az olsun. Demək olmaz, birdən də trendlər aldılar. Ola bilər. Trendlərlə deyir, 1 manatda esnaf dilləsi deyirlər. Onu da sunan Qulaq as. qara Şəhərdə bir dənə, qulaq as. Şəhərdə bir dənə həmən o sənin motosikletin amma super, dana kırlosu, mırlosu, işığı zadı yanır, əməlli başlı. 1000 liraya, 200 lirada form telilənəcək, özə şeyli zaddı. Nömrəli zaddıdır, bilirsənmi? Adına birbaşa form telilənəcəm amma bir şərtlə. Yarısını 600 liranı ödəyirsən, işləyirsən məsələn. 600 liranı da sonradan gene motosiklet alandan sonra ödəyərsən, oldu mu? Ben biliyorum. Müqavilə bağladıq, elə deyim qadınam. Amma narahat olma, yaxşı olacaq hər şey. Hələ ki Elşad qardaşın sağdır. Davay yaxşı, oldu. Bir dənə ekrana bir salam söylə. Uşaqlara deyin, ay cəmaət, Allah sizdən razı olsun. Mənim dərdimə şərik olduğunuza görə bir dənə like buraxın deyin. Her karnı hoş geldin.